Biz dünən, yəni bir gün öncə deyək də ki, Həcc Cərrah Klinikasında bir pasientlə əməliyyat etdik. Əməliyyat uğurla yekunlaşdı. İndi hal-hazırda pasiyentin sağlığını dəyişdik. Əməliyyatda ən çox sual verilir, yəni sağlıq mövcud dəyişilməlidir. Əməliyyatdan sonra qardiyan necə olunmalı. O haqda istərdim ki, bir avazda biz sizə nümayiş etdirək. Yaxınlaşdıq yanına. Və hal-hazırda bizim əməliyyatdan sonraki yara nahiyəsi xüsusi striplər vasitəsilə yapışlanır və əməliyyat zamanı biz yarıya drenaj boru yeridir və bir gün sonra isə bu drenaj borunu xaric edilir. Drenaj boru yara sahəsinə yığılmış mayəni xaric etmək üçün istifadə olunur, artıq xaric olunur. Ondan sonra isə yapışlanmış striplər üzərini betadin məhlulundan isladırıq və quru sarğı qoyuruq. Bu prosedur 3 gün, 4 gün davam edir. 4 gündən sonra isə xəstə duş qəbul edir. Duş qəbul etdikdən sonra o yara üzərində olan striplər xaric olunur və bununla da artıq yaranın bağlanma ehtiyac yoxdur. İndi qısaca da özü məlumat verirsin, bir təfsilatlarını verirsin pasiyentini. Sizdə təsərrüat aşılanmışsınız. Təsərrüat bizdən aşılandı. Sonra biopsiya elədilər sizdə. Biopsiyinin cavabından sonra əməliyyat qərarı verir. Bəli, əməliyyat qərarı verir. Allah sizdən razı olsun. Sizdən çox razıyam doktor, özümü çox yaxşı hiss edirəm. Amma qorxurdun əməliyyat. Çox qorxurdum, minnətlər Qorxmağa dəyər. Allah sizi qorusun. Yox, Yox, sizi kimi doktorla oxumağa dəyməz, Allah qorusun. Xidmət nəziri oldu, yəni bizim yüksək səviyyədə xidmət göstərirlər. Yüksək səviyyədə xidmət, hamısından razıyam. Allah hamınızdan razı olsun. Allah şəfa versin. Amma pasiyentlər biopsiyada şübhəli olduqca biopsiya olundu və biopsiya nəticəsində yəni şübhəli gəldi, bədbəxtə şübhə və əməliyyat total tiroidektomi əməliyyatı icra olundu. Yəni burada biz vəzi tam xaric etdik ki, yəni təşkilatlanma olmasın və xəstə də əməliyyatdan sonra bir gün sonra artıq sağlıqsı da dəyişilir, xüsusi indikatlar verilir pasiyenta və bu gün evə yola salınır. Allah kömək olsun, keçmiş olsun.